Niye giyim mağazalarında güzgülər sizi daha gözəl göstərir? Heç olubmu ki, mağazada giyinib beğendiğiniz bir paltar evə gələndə gözünüzə o qədər də qəşəng görünməsin? Problem paltarda yox. Mağazanın giyim otaqlarındakı o sehirli güzgülərdədir. Giyim mağazaları xüsusi hazırlanmış güzgülərdən istifadə edirlər. Bu güzgülər çox vaxt yüngülcə geriyə doğru meyilli qoyulur. Bu da sizi daha uzun və incə göstərir. Üstəlik otaqdakı işıqlandırma elə nizamlanır ki, üzünüzdəki kölgələr itsin və dəriniz daha hamar görünsün. Məqsəd sadədir. Güzgüdəki görüntünüzü bəyənib o paltarı dərhal satın almağınız. Niyə cipsi paketlərinin yarısı hava ilə doludur? Cipsi paketini açanda içindəki məhsulun azlığını görüb aldandığınızı düşünürsünüz. Yarısı havadır dediyiniz o paketlərin əslində belə olmasının çox vacib bir səbəbi var. O gördüyünüz adi hava deyil, azot qazıdır. Azot cipslərin oksigenlə təmas edib xarab olmasının və dadının dəyişməsinin qarşısını alır. Eyni zamanda paketdəki o hava yastıq rolunu oynayır. Daşınma zamanı cipslərin əzilib un halına gəlməsini əngəlləyir. Yəni o boşluq olmasa, siz bütöv yox, qırıntı yeyərdiniz. Niyə liflərin içində həmişə güzgü olur? Liftə daxil olan kimi ilk işimiz güzgüyə baxıb özümüzü düzəltmək olur. Amma o güzgülər ora biz xarici görünüşümüzə baxaq deyə qoyulmayıb. Onların funksiyası tamamilə fərqlidir. Bu tam bir psixoloji hilədir. İlk liflər çox yavaş hərəkət edirdi və insanlar darıxıb şikayət edirdilər. Mühəndislər lifti sürətləndirmək əvəzinə insanların diqqətini yayındırmaq üçün güzgü quraşdırdılar. Güzgü həm dar sahəni vizual olaraq geniş göstərir, həm də insanı özü ilə məşğul edərək zamanın necə keçdiyini unutturur. Niyə restoranlarda menyunun ən bahalı yeməyi ən başda olur? Bir restorana daxil olub menyunu açanda gözünüzə ilk dəyən çox baha bir yemək olur. Amma maraqlıdır ki, restoran rəhbərliyi o yeməyin çox satılmayacağını əvvəlcədən bilir. Bəs onda niyə onu ən başa qoyurlar? Buna lövbər effekti deyilir. Menyunun ən başında 100 manatlıq bir yemək görəndə altındakı 40 manatlıq yemək sizə psixoloji olaraq ucuz və sərfəli gəlməyə başlayır. Əslində həmin 40 manatlıq yemək də baha ola bilər. Amma beyniniz onu 100 manatlıqla müqayisə etdiyi üçün sizə qazanclı olduğunuzu hiss etdirir. Hörmətli izləyicilər, bu cür videoların davamı üçün videonu bəyənib və kanala abunə olmağı unutmayın.